Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve huve hayrun nasirin ve mu'in ve sallallahu ala seyyidina ve nebiyyina Abil Qasim Mustafa Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil faracahum. Ve lanetullah ala adaihim ecmain minel an ila qiyavmi yevmiddin. Rabbi şrah li sadri ve yassir li amri ve hlul uqdeten min lisani yefqahu qavli. Allahın salamı, bərəkəti və məğfirəti olsun pak əhl-i beytinə və siz dəyərli əhl-i beyt aşiqlərinin üzərinə. Sizləri və özümü Allahın təqvasına riayət etməyə dəvət edirəm. Allah təbarək və teala hər birimizi təqva əhlindən qərar versin inşallah. Dəyərli dostlar, dəyərli möminlər, Bugün cümləmizin mövzusu qəflət haqqındadır. Qəflət həqiqətən insanı fəlakətə sürükləyən, axirət azuqəsindən əlini boş qoyan, ən başlıca insana fəsad, bədbəxtlik gətirən ünsürlərdən biridir. Həqiqətən qəflət o qədər pis bir şeydir ki, Əhl-i Beyt əleyhissalamın hədislərində, bəzən də Quran ayələrində Allah Teala qəflətdə olan insanları məzəmmət eləyir, qəflətdə olan insanları pisləyir. O cümlədən bu barədə Həzrəti Mövla Əmir əl-Möminin əleyhissalam buyurur ki, əfsuslar olsun o şəxslərə ki, o qafilə ki, ömrü öz əleyhinə hüccət olar. Həzrət buyurur ki, çox əfsuslar olsun o qafil insana ki, onun ömrü öz əleyhinə hüccət olar. Yəni, ömrü gedər, yaşayar, ömür sürər, amma ömür sürməyinə baxmayaraq, o yaşadığı günlər, əgər ki, qəflətdən ayılmaya, oyanmaya, o qəflətdən ayılıb oyanmadığı vaxtlar ərzində onun bütün ömrü onun əleyhinə hüccət olar. Yəni, qiyamət günü o ki, qəflətdə idi, etməsi gərəkən vacibat var idi, etmədi. Görləsi işləri var idi, həmin o işlərini görmədi. O şeylərə diqqət yetirmədi. Həmin o şəxsin o keçirdiyi hər bir vaxtı, günü, dəqiqəsi, saniyəsi qiyamət günü onun əleyhinə olacaq və həmin insanın haqqında Allaha şikayətçi olacaq. Və buyurur ki, onun qəflətdə olduğu vaxtları, günləri onu bədbəxtliyə sürükləyər. Həqiqətən çox önəmli və çox diqqət olunması lazım olan bir məsələdir ki, gərək insan diqqət yetirə, qəflətdən ayılmağı üçün əlindən gələni eləyə. Qəflət həqiqətən o qədər bədbəxt bir insanı bəlaya, insanı müsibətə sürükləyən bir əməldir ki, insan gərək bundan uzaq olması üçün əlindən gələni eləyə. Həzrət Əlinin bir hədisi var, deyir, qəflətin məstliyi, qəflətin kefliliyi o qədər ağırdır ki, qəflətin məsliyi, spirtli içkinin məsliyindən çox gec tərk eləyər insanı. Qəflətin məsliyi çox gec tərk eləyər insanı. Ona görə insan baxmalıdır həyatına. Diqqət yetirməlidir ki, mənim ömrüm nə cür keçir? Allah istəyən tərzdə keçir, yoxsa bədbəxt bir şəkildə mən ömür sürürəm? Həzrət buyurur ki, deyir, nə çox insanlar var ki, əllərinlə özlərinə libas toxuyarlar, amma qəflətdə olmaqları səbəb olar ki, o libasları onlar üçün kəfən ola. Nə çox insanlar var ki, evlər inşa eləyərlər, içində yaşamaq üçün qəflətləri səbəb olar, o evlər onlar üçün məzar olar. Ona görə qəflət bu qədər önəmlidir ki, insan gərək diqqət yetirsin. Qəflətdə olan insanlar haqqında Həzrət Rəsulullah Həzrət Əbu Zərə belə bir söz deyir. Deyir, ya Əbu Zər,
Yaxşı iş görə bilməsən də, yaxşı işin niyyətində ol ki, səni qəflətə sürükləməsin, qəflətə düşməyəsən, arxeynlik yaranmasın səndə. Deyir, yaxşı bir işi görməyə imkanın olmasa da, misal üçün, düşün, fikirləş, onun xəyalını, arzusunu qur ki, mənim imkanım olsa, bir dənə bir yerdən, məscid olmayan bir yerdən məscid tikərəm. Onun xəyalında ol, onun fikrində ol, onun düşüncəsində ol. Allah o imkanı çox vaxtda insanın əgər niyyəti saf olsa, pak olsa, Allah onu niyyətinə, arzusuna çatdırır. Çox vaxt insanlar ki var, bəzən həyatda maddi cəhətdən və mənəvi cəhətdən müvəffəq olan insanlar var, danışdırırlar. Deyir ki, sən necə uğur qazandın, necə bu imkanı əldə elədin, bu vəziyyətə necə gəldin, çıxdın. Onların hamısı deyir ki, heç vaxt məyus olma. Ümidin olsun Allaha və çalış, o yolda çalış. Amalın uğrunda, məqsədin uğrunda çalış. Niyyətin ki var, əgər pakdisa, safdırsa, deyir, o niyyətinin uğrunda çalış. Əlindən gələnin hər şeyini elə, artığını elə ki, əskiyini eləmə və Allaha təvəkkül elə. Allah gətirir insana o gözəllikləri bəxş eləyir. Ona görə insan gərək məyus olmaya. Peyğəmbər Əkrəm də buyurur ki, ey Əbu Zər, yaxşı iş görə bilməsən də, yaxşı iş görə bilməyi niyyət elə ki, qafillər zümrəsindən olmayasan, qəflətə düşənlərdən olmayasan. İnsan ən azından özünü test eləməlidir. Özünü necə ki, bəzən insanın immuniteti zəifləyir bədəndə, immunitet zəifləyəndə bir çox xəstəliklər biruzə verir. Görürsən ki, bir balaca bir problemlə qarşılaşanda bədən çökür. Gərək onun üçün nə edəsən? O bədən çökməmək üçün müəyyən vitaminli bitkilər, qidalar ki var, onlardan qəbul eləyəsən, immunitetin güclənə və hər hansı bir xəstəliyə yenik düşməyəsən. Hər hansı bir xəstəliyə yenilməyəsən. Ona görə də istəyirik ruhumuz saf qala, pak qala, istəyirik ruhumuz gözəl qala, qəflətdən uzaq ola. O necə ki insanın bəzən ürəyi yatır, daha ona bir fayda vermir. Beyin işləsə də ürək yatanda nə olur? Dünyadan ölür gedir. Amma o ürəyi yatmamaq üçün gərək bəzi qulluqlar eləyəsən. İnsanın mənəvi qəlbi də yatmamaq üçün nə etməlidir? Gərək insan müəyyən bir işlər görməlidir ki, o qəlb, o mənəvi qəlbi ayıq qalsın. Həzrət Əli əleyhissalam buyurur ki, Əl-nasu niyamun izamətə intəbəhu. Deyir, insanlar yatıbdılar, yuxudadılar. O zaman ki, öləcəklər, onda ayılacaqlar. Qəflət yuxusu həqiqətən insan özünü o qəflətdən oyatmaya, insan özünə diqqət yetirməyə, öz xəstə mənəvi qəlbini müalicə eləməyə. Görürsən ki, o vaxt ki, Həzrəti Əzraillə qarşılaşacaqlar, ölüm mələyindən qarşılaşacaqlar, onda ayılacaqlar ki, ömür tükəndi getdi. Qəflətin zərərlərindən, bədbəxtliklərindən biri nədir bilirsiniz? Deyir, o zaman ki, insan qəflətdə olar, onun ömrü sürətlənər. Bir də gözünü açar görər ki, artıq ölüm gəlib onu haqlayıb. Ona görə diqqətli olaq və hər daim Allaha dua eləyək, hər daim Allahdan istəyək ki, Allah bizləri qəflətdən uzaq elə. Qəflət insanı bütün bəlalara, müsibətlərə, bütün xoşa gəlməz şeylərə sürükləyən amildir. Ona görə diqqətli olaq bu barədə. İmam Əli əleyhissalam buyurur ki, deyir, hər daim qəflətin müalicəsi budur. Hər daim Allahı yad etməklə, Allahı zikr etməklə qəflət pərdələrindir, kənara qoyun. Allahı zikr etmək, Allahı xatırlamaq, Allahın bizi nəyə görə yaratdığını düşünmək, bizim dünyaya gəlmə səbəblərimizi düşünmək insanı qəflətdən kənara çəkər, çıxardar. Bu barədə diqqətli olaq. İmam Muhammed Baqir əleyhissalam buyurur ki, vacib namazlara əhəmiyyət verən adam və onu vaxtında qılan hər bir kəs, hər bir mömin
qəflətdən uzaq olar. Vacib namazlarına insan gərək diqqətli ola. İstəyirsə də qəflətdən uzaq ola. Bir neçə dənə yollar var. Onlardan da biri budur ki, vacibatına diqqət yetirəsən. Çalışıb vaxtında əda eləyəsən. Ümumiyyətlə, mən hər dəfə demişəm bunu. Nə qədər söhbət olanda, səmimi söhbət olanda, nə qədər öz aramızda söhbət eləyəndə də mən hər daim demişəm ki, əgər istəyirik Allah qatında da bir dəyərimiz ola, istəyirik cəmiyyətin içərisində də xalis, müxlis bir mömin kimi tanınaq, gərək özümüzün müəyyən proqramlarımız olsun. Cümə günüdür, bizi bu saatda insanlar harda tapmaq istədiyini bilsə, düşünsə ki, Ramil harda olar, Əfqan harda olar, Əli harda olar, bilə ki, bu saatda bu adam hardadır? Məsciddədir. Bu saatda bu adam məsciddədir. Sənə birisi götürüb zəng vurmaq istəyəndə gərək telefona baxa ki, görüm, namaz vaxtıdır yoxsa yox. Əgər namaz vaxtıdırsa da mən buna zəng vurayım. %100 bu adam namazdadır. Gəlin ömrümüzü, həyatımızı bu cürlə tənzimləyək. Allaha and olsun, o zaman Allahın qatında bir dəyərimiz olacaq. O zaman cəmiyyətin içində bir yerə, bir dəyərə sahib olacaq. Yoxsa pərakəndə ömür sürməklə, pərakəndə yaşamaqla nə Allahın qatında bir dəyərimiz olmayacaq, nə də bəndə arasında, bəndələrin yanında. Diqqət yetirsə vacibatına, vaxtında əda eləsə vacibatını, namazlarını, bütün vacib əməllər ki var Allah öhdəsinə qoyub, onları öz qaydasında icra eləsə, insan qəflətdən uzaq olar. Qafil insanların nişanələri var. Həzrət-i Loğman buyurur ki, oğlum, hər şeyin onu tanıtdırma bir yolu var, bir nişanəsi var. Qəflətin də 3 dənə nişanəsi var. Əgər bir insan bilmək istəyir qəflətdədir ya yox, bu 3 dənə nişanəyə diqqət yetirsin. Birinci əlaməti budur ki, onun çoxlu səhvləri olar, çoxlu xətaları olar. Səhv üstünə gələr. Deyir, bilsin ki, qəflətdədir. İkinci qəflətin nişanəsi budur ki, onun başı qarışıq olar. İşləri nizamlı olmaz. Hər daim fikri dolaşıq olar. Bilməz hansı işi nə cür görsün, hansı əməli nə cür icra eləsin. Hər daim başı qarışıq olar. Deyir, əgər bu hər kimdə var, bilsin ki, qəflətdədir. Və qəflətdən oyanmaq üçün əlindən hər nə gəlir etsin. Üçüncü nişanəsi də budur ki, onun çoxlu unutqanlığı olar. Çoxlu unutqanlığı olar. Təbii ki, unutqanlığın müəyyən səbəbləri var. Elə hamısını buraya qəflətə yükləmək də düzgün çıxmaz. Qəflət də səbəb olur ki, insan unutqan olsun. Amma bəzən də bəzi insanlarda görürsən ki, bu xəstəliklə əlaqədar olur. Müəyyən bir xəstəlik bir ruza verir. O səbəb olur ki, bu insan unutqan olsun. Həzrəti İmam Cəfər Sadiq əleyhissalam hədislərinin birində qəflətdə olan insanların əlamətlərindən danışır ki, deyir, bu əlamətlər ki, həmin o insanda olsa bilsin qəflətdədir. Çox gözəl burada şərh eləyir qəflətdə olan insanların xüsusiyyətlərini. Birinci xüsusiyyət budur ki, deyir, ibadətin ləzzəti ondan götürürlər. Deyir, namaz qılar, ibadət eləyər, oruç tutar, müəyyən vacibatları icra eləyər, amma ondan ləzzət almaz. Bəzən bəzi insanlar olur, ən dadlı bir meyvəni yesə belə ondan dad almaz. Bir dənə bir xəstəliyi olur, bir şey olur, o hissiyat, o hiss bilmə ondan gedir. Bu qəflət də budur ki, o xəstəlikdir ki, insan əslində o ibadətdən, itaətdən elə bir ləzzət almalıdır ki, da o namazdan sürətlə qılım qaçım yox. Namazı istəyər ki, rukusunu ayrı uzada, səcdəsini ayrı uzada, müstəhəb yerlərdə ki, insan müəyyən bir şeyləri deməlidir. O müstəhəb şeyləri ard-ardına düzər ki, namaz bitməsin, namaz qurtulmasın.
Namazdan tez qalxmasın. Deyir, əgər bilmək istəyir qəflətdədir ya yox, insan diqqət yetirsin, görsün ki, ibadətinə nə cür yanaşır. İbadətin ləzzətini dada bilir, yoxsa yox. Deyir, əgər ibadətdən ləzzət ala bilmirsə də bilsin qəflətdədir. İkinci nişanəsi buyurur ki, günahdakı çirkinliyin duyulmaması. Bəzən görür ki, etdiyi əməl günahdır, amma bunu bir qəbahət kimi görmür. Deyir, nə olasıdır ki? Nə günahdır ki bu? Nə pis əməldir ki, bunu günah kimi də qəbul eləyim? Bəzən bəzi insanlar xırda kiçik günahları eləyir. O günahlardan ki, peşmançılıq hissi keçirmir. O səbəb olur ki, növbəti gün böyük bir günah eləsin. Ondan nisbətən böyük. Ondan nisbətən böyük bir də baxır, görür ki, artıq açıq, aşkar cəmiyyətdə, insanların içərisində böyük günahları eləyir, amma zərrə qədər də o elədiyi günahlar onu narahat eləmir. Bu adam yəqin bilsin ki, qəflətdədir. Qəflətin üçüncü əlaməti, nişanəsi də budur ki, halal və haram bir-birinə qarışa. Gəliri, əldə elədiyi gəliri, halal və haramı bir-birinə qarışa, zərrə qədər narahat olmaya. Deyir, bilsin ki, bu adam qəflətdədir. Bilsin ki, bu adam qəflət yuxusundadır. Necə ki, Həzrət Əli buyurur, biraz qabaq dedik, Əl-nasu niyamun izamətə intəbəhu. Deyir, bəzi insanlar qəflətdədirlər. O zaman ki, öləcəklər, onda ayılacaqlar qəflət yuxusundan. Allahdan arzum budur ki, Allah bizləri ölməmiş qəflətdən ayılan bəndələrindən qərar versin. Allah dünya və axirətdə Quran və Əhl-i Beytdən ayrı salmasın inşallah. Muhammed və Ali Muhammedin mütəhhər ruhuna salavat zikr eləyək. Allahümmə salli alə Muhammed və Ali Muhammed və accil faracah.